Hamile hanımlar var idi. Bunlar diri-diri qarınların kəsib qarından uşaqları çıxarırdılar. Azərbaycanda əsirlərin əsas cavanları orada orqanlarını çıxarırdılar. Mənə göstərəkdə 35-40 dərəcə şaxtada aparıb soğuk suyun içine salırdılar. Biz 3 il onları zəncirlə saxladılar. Azərbaycanlıları yani diri-diri yandırdılar. Tankları maşınlar arkasına bağlayıp sürürdülər. Mən Cəfərzadə Elçin Əmləroğlu 1973-cü ildə Bakı şəhərində doğulmuşam. 91-ci ildə Sovet ordusu sıralarında hərbi xidmətə başlamışam. Məlum hadisələrdən sonra Sovet ordusu dağıldı. Özüm Körüldor Azərbaycan ordusunda xidmətə başlamışam. Xidmət dövrüm ən birinci başladı Ağdam şəhərindən. Yəni Ağdam şəhərində əsasən çox şəhərli istiqamətində gedən döyüşlərdə iştirak eləmişəm. Laçın Şuşa istiqamətində gedən döyüşlərdə iştirak eləmişəm. Yəni biz ən çox belə deyim döyüş yoldaşlarımıza çox vaxt kömək edirdik. Ya o istiqamətlərdə ondan sonra Naxçıvan Muxtar Respublikasında döyüşlərdə iştirak eləmişəm. Sədər Əşrafı istiqamətində. Döyüşlər demək 93-ün axırı 94-cü ilin əvvəllərində erməni hərbi kəşfiyyatı tərəfindən əsir götürülmüşəm, özüm hərbi əsir olmuşam. Əsirlik olduğum vaxtda çoxlu işgəncələr verirdilər. Ermənilər o vaxtda erməni kəşfiyyatı var idi. Bilmirəm, indi kəşfiyyat böyle idi, yoxsa deyildi. Çünki onlarda o vaxtda vahid forma yox idi. Onlar hamısı belə deyim, üzü saqqallı, yəni ki Ermənistan ermənilərinə xas olmayan bir insanlar idi. Onlar ən çox Qarabağ tərəfdə Livandan, bir də əksər Avropa ölkələrindən gətirilmiş, Avropa bir də Afrika tərəfindən, yəni həm gətirilmiş ermənilər, həm də qara zəncirlilər var idi onların içində. Yəni bizə qarşı da ən çox onlar döyüşürdülər, yerli ermənilərdən bir deyəm. Çox vaxtında orada yerli ermənilər onlara mülk sakinlər bələdçilik edirdilər. Yerli ermənilər çox vaxtında mülklər bələdçilik edirdilər onlara. Demək onlar ən çox fikir verdim 18, 19, 20 yaşında cavanları onlar istəyirlər öz tərəflərinə çəkdirmək, müəyyən yollarına şirləşdirib Azərbaycana qarşı təxribat yaratmaq üçün, Azərbaycana qarşı Azərbaycanı Avropa ölkələrində rüsva etmək üçün müəyyən yollar açırdılar, şirləşdirdilər. Mənə də bax belə kameracad qoydular qabağıma. Bir də yazırdılar bir kağızda ki, bəs bunları deyil, yəni güya ki özüm körülü keçmişəm, Azərbaycana qarşı, Azərbaycan hökumətinə qarşı məndə nifrət var, pis baxırlar. Yəni ona görə də özüm körülü keçmişəm və Ermənistan tərəfdə güya ki döyüşmək istəmişəm. Yəni belə epiloqlarla sonra dedilər ki, bəs güya ki biz səhvimizi başa düşmüşük ki, Qarabağ Ermənistan torpağıdır əzəldən. Yəni belə bir şeylərlə istəyirlər ki, cavanları öz tərəfinə çəkmək. Kimlər də keçmirsə, onları vəhşicəsinə işgəncələr verirdilər. Eləsi vardı, işgəncələr nəticəsində dünyasını dəyişirdi, öldürürdülər, sağ qalandakı yarı can eləyirdilər. Həmçində onların içində mən də var idim. Demək, məni apardılar Xocalı istiqamətinə. Naməlum, yəni mən sonra bildim Xocalı istiqamətini o. Xocalıda demək
siment zavod var idi. Həmin siment zavodun yəni əhatəsində bizi saxlayırdılar. Yəni gizlədirdilər. Məni düz 2 il onlar gizlətdilər. 2 ilə yaxın. Orada gizlətdilər. Yəni məni əsli qası orada yox, sonra oradan aparmışlar Ermənistana, indi o yeri gəlib çataraq. Bir müddəti Ermənistanda hərbi qutmaqla gizlətdilər məni. Biz 4 nəfər ki, oradan qaçış təşkil eləmişdik ki, oradan qaçaq. Orada əsas zabitlər idi. Yəni sıravı yox idi. Onlar hamısı orada əsas ən çox bizim yanımızda olanlar zabit sayılırdılar. Yəni ne bilmirəm qanuni yoxsa qeyri-qanuni olaraq onlar hərbi rütbə daşıyanlar. Çünki orada əskər yox idi. Yəni ki, vahid bir Ermənistan ordusu deyim ki, vahid Ermənistan ordusu mən görmədim. Əksəriyyəti çoxu orada bütün millət deyəndə ki, naibliklər var idi, qara zənci. Mənim gözüm qabağımda neçə dəfə hamilə xanımlar var idi. Bunlar diri-diri qarınların kəsib qarından uşaqları çıxarırdılar. Neçəsinin başını kəsiblər. Sonra orada laboratoriya var idi ki, Azərbaycanlı əsirlərin əsas cavanları orada orqanlarını çıxarırdılar, müəyyən yollarla aparıb satırdılar. Yəni onlara şahid olmuşam. Özüm orada işgəncələr görmüşəm. Yəni damğalar vurublar bədənimə. Elə olurdu ki, xlorlu su ilə xlorla dolu elə bir dam idi, belə bir yer idi. Onun içine salırdılar, oradan çıxarırdılar, oradan çıxarırdılar, atırdılar, istəsə bilərəm ki, belə götürəkdə 35-40 dərəcə şaxtada aparıb soğuk suyun içine salırdılar, buzlu. 5 dəqiqə, 10 dəqiqə onun içində saxlayıb çıxarırdılar. Yəni, məni düz 3 il onlar zəncirlə saxladılar. Zəncirləyib, yəni ayaqlarımı, əllərimi zəncirləyib bağlayıb saxlayırdılar. Yəni avtomatın qumdağı ilə vururdular. Sonra deyim, ağacla, lafatqan sapı ilə müəyyən işgəncələr verirdilər. Yəni neçə dənə gözüm qabağımda, neçə dənə Azərbaycanlıları yəni diri-diri yandırdılar. Yəni gözüm qabağımda. Yəni o vaxtı mən elə bir vəziyyətdəydim ki, o kres əməkdaşı olsun və yaxud da digər əməkdaşları olsun, mən onların səsini belə yaxşı eşidəmirdim çox. Çox vaxtı yanındakı o əsirlər onun dediyini mənə deyirdilər ki, bax, qulağıma yaxın. Yəni, mən gələndə oradan mənə burada həkimlər diaqnoz qoymuşdu amneziya. Məndə indi bircə dəqiqə diaqnoz var, post-travmatik ensiklopediya. Yəni, travmadan sonra baş vermiş xəstəliklər. Yəni, mən əvvəl eyrək taxmırdım. Nə oxuyanda, nə gəzəndə. Yəni, orada baş vermiş, oradan sonra gələndən sonra ki, orada boyda işgəncələr verildi. Yəni, onların nəticəsində məndə bu xəstəliklər baş verdi. Saz vəziyyətdə olan avtomat silahı neçə dəfə tuşlamışlar üstümə, o avtomat açılmadı. Ondan sonra onlara əmr gəldi ki, bəs o Azərbaycanlını güllələməyin. Onu mənə deməmişdilər. Akaz, mən bura gələndən sonra mənə dedilər ki, bəs sənin barəsində məlumat keçmişdi, bəs Azərbaycanlı əsir orada güllələmək üçün veriblər. Beynəlxalq Qırmızı Xaç Komitəsi o məsələyə qarışmışdı. Azərbaycan tərəfə, bizim o vaxtki mərhum prezidentimiz Heydər Əliyev.
o meseleye karışmıştı. O vakti Ermənistanın prezidenti Levon Ter-Petrosyanla söhbət edər ki, bizim bir əsir var, ona ölüm hökmü verir. Tankları, o maşınlar arkasına bağlayıp sürürdüler Qarabağda. Bir tane de plakat yazmışlar ki, biz Türk'ün axırı belədir. Yani böyle bir sözler yazırdılar. Yani o Azerbaycanlılara çok işkenceler verdiler. Orada Azerbaycanlıların daş taşıttırırdılar. Yani küçələri süpürtürdüler. Benim özüm orada, benim özüme məhkəmə keçirtdilər. Ben bir yer güllərim altında yattım, ben orada çıktım. Yani adam da koydular ki günahsız Erməni öldürmüşəm. Halbuki o günahsız Erməni değildi. Yani Erməni bayraklarıydı. Bir hərbisi var idi. Onlar silahı en çok ya üzr istəyirəm şalvarın öyle bir remen arasına salırdılar ya da ki o kabraya koydular arka tarafta. O uşaqlar ki onu tutmuşdu, ben o tapancanı onu aldım, onu öldürdüm. Gülə səsində söyləşilər gəldi. Biz bilməzdik ki orada bir elə 40-50 nəfər hərbisi zad olar. Yani onlar ki gəldi töküldülər. Bu uşaqlar özlərini attılar onların qabağına ki bunlar bir şəhid olsa, heç olmasa mən qaçın bizimkilərə məlumat verim yer haqqında. Ya bunlar benim ayağımdan vurdu. Ben tapancana elə bir ki ateş açarda gördüm ki tapancada güllə qalmayıb. Bunlar o vaxtı gördülər ki tapancada güllə yoxdur. Ayağımdan güllə ilə vurdular, tökülüşlər üstümə. Tökülüşlər üstümə ondan sonra yani istediler beni öldürsünler, sonra onlara tapşırık verildi ki bəs onu öldürmeyin. O bize hala sağ lazımdı. Liseden Azerbaycanlının diri böğrəklərini çıxartdılar, cərlərini çıxartdılar, ürəyini çıxartdılar. Hamilə xanımın qarnından balasını çıxartdılar. Təsəvvür edin ki o uşağı çıxardıb asırdılar etin qabağına. Küçə itləri idi. Asırdılar onun qabağına yesin. Bunlar yani elə dərəcədə vəhşi olublar. İndi deyənlərəm onlar müəyyən yani narkotik fıncalın təsiri olub onlarda, ya məsəl üçün içkinin təsiri olub. Çünki bu insan işi deyildi. Yani bu vəhşi iş olub. Vəhşi elə bir ki bir çıxırsan məsəl üçün indi belə deyək də Zoparkızada gedirsə görsən vəhşi heyvandır. O vəhşi heyvandır, o öz oburu tutanda, şikarını tutanda, o heç vaxtı ona elə bir diri yemir. Öldürür, sonra yiyir. Yani öz oburu şikarı heç vaxtı gəlmir. Nəsə deyim, onlara adam insan demək olmaz, onlara bir vəhşi məxluq demir. Vəhşi məxluqdur. Yani o vəhşilikləri ki onlar görürdü. Onlar eləyirdi. Yani onun indi bax, mənim yerimə olsaydı kimsə bölgədə indi sağ qalmazdı. Ya öz rasını öldürürdü ya da atardı dənizə. Balaca uşaqları, bağça uşaqları, sonra orta məktəb uşaqları, ali məktəbdə oxuyan uşaqları gətirirdilər. Biz qaldığımız kamera, istəyir Qarabağ olsun, istəyir Ermənistanda olsun. Gətirirdilər bizi bir vəhşi millət kimi qələbə verirdilər. Nəinki dəyişdirilməyi, sağ qalmağı məndə ümiti yox idi. Mən ancaq fikirləşirdim ki, bunlardan birini öldürüm, məni öldürsünlər. Yani bunlarla belə qalmaqdansa, bunun arasında ölmək ondan yaxşı idi, şərəfli idi.
ən işgəncələr ən ağırı odur ki, məni apardılar güllələmə hökmünə. Bu Allahın möcüzəsi idi ki, o reallaşmadı. Yəni erməni hərbisi dəli olmuşdu ki, avtomat silah, saz vəziyyətdə olan avtomat silahı neçə dəfə tuşlamışlar üstündə, o avtomat açılmadı. Mən 3 il demək olar orada oldum. Mən 3 il müddətində mən məsəl üçün belə deyək, təsəvvür edin ki, insan yuxu nədir görməsin. Yəni dinsizlik nədir görməsin. Çörək gətirib verdilər, quru çörək yarısın. Yarı quruşkada su, gün ərzində. Yəni bir var gündə 3 dəfə, 4 dəfə verələr. Bir də var ki, gündə 1 dəfə. O, özü istəyirəm, itin qabağına ki, nəsər atırlar. Qoysa, bir var itin qabağına qabıda qoysa, bir də var ki, belə açırsan. Ondan da betər. Yəni, bir də gördüm, onu açırdılar, gəldilər, təpi ilə vurdular ağzımızın üstündən. Bizi gətirdilər Ermənistan hava limanına. Oradan Qırmızı Xaç Komitəsinin samolyotuna mindirdilər bizi. Gətirdilər Azərbaycana. Onda gətiriləndə mən xərəkdə, yəni təyyarədən endirildim. Yəni çox xoşsuz vəziyyətdə gəlmişəm. Yəni yeriməyə mənim taqətim olmayıb. Oradan gətiriləndə bir şey ki, orada əsir yoldaşlarım biri sağ çilim, elə bir sol qolundan tutmuşdu, biri də sağ qolundan. Yəni elə gətiriblər. Orada samolyota mindirib gətirmişdilər. O vaxtı Beynəlxalq Qırmızı Xaç Komitəsinin yəni müşahidəsi ilə biz gətirildik Azərbaycana. Azərbaycanda da məni bizi apardılar, məni səhhətimin və bir neçə uşaqlar lap ağır olduğu üçün bizi apardılar, hərbi hospitalara yerləşdirdilər. Yəni hərbi hospitalara yerləşdirdilər. Hardaysa bir ay həmin hərbi hospitalda biz yatdıq. Bir ay yatdıq. Bir şey ki, üstündən baxmayaraq ki, 30-35 il keçib, həmin hadisələr bizə dəqiqədə, yəni gözümün qabağında left kimi gedir. Mən məsələn yatım, yüngül bir dənə səs olsun duracaq, səs çəkə. Hospitaldan da çıxandan sonra, yəni bir müddət evdə qaldım. Yəni siz o işgəncəni görmüş insan, yəni cəmiyyətə adaptasiya olması çox çətindir. Həm psixoloji cəhətdən, həm də ki, belə cəhətdən. Çünki əsirlikdə olan insan həm psixoloji cəhətdən işgəncə görür, həm də fiziki cəhətdən işgəncə görür. Yəni psixoloji cəhətdən işgəncə görmək o deməkdir ki, sən gözünün qabağında öz millətini olmazın zülmü işgəncəsini verirlər. Fiziki işgəncədə özünə qarşı işgəncə verirlər. Yəni işgəncədəki amansız bir işgəncə. Bir var kişi gedir, çıxır qaydasız döyüşə, döyür də. Bir də var ki, işgəncə verirlər. Bunlar tam bambaşqa şeylərdir.